Təbii ki, antibiotik bir dərman preparatıdır. Onun bir dozası var. O dozanı keçdiyimizdə zəhərlənmələr ola bilir. Antibiotiklərdən adətən iki cür problem yarana bilir. Bir yan təsir yarana bilir, bir zəhərlənmə yarana bilir. Zəhərlənmə toksik dozanı keçəndə, günlük önərilən dozanın üzərində səhv və yanlışlıqla veriləndə, şu an yaşını, kilosunu nəzərə almadan o zaman görülür. Bir də yan təsir var. Məsələn, müxtəlif antibiotiklər ishal verə bilir, müxtəlif antibiotiklər böyrək fəaliyyətini poza bilir, müxtəlif antibiotiklər hətta eşitməyə təsir göstərə bilir, görməyə, görmə sinirinə təsir, mərkəzi sinir sisteminə təsir göstərə bilir və saymaqla bitməz. Məsələn, allergik reaksiyalar ola bilər, övrə ola bilər. Bunun içində həqiqətən çox təhlükəli anafilaktik reaksiyalar, hətta həyatı təhdid edən durumlara belə gətirib çıxara bilən bir sürü yan təsirləri var. Eyni zamanda dediyiniz kimi zəhərlənmələr də mövcuddur. Və hansı ki, uzun müddətli toksik doza yaxın dozalarda verilsin və ya bir dəfəlik yüksək doz verilərkən təbii zəhərlənmələrə gətirib